İndi Aşura gecəsi bu məclisə gəlmişsiniz. Sual verirəm. Bu məclisdən kim hansı payla ayrılacaq? Cavab. Kim nəyə ümid vardı o qədər? Gözəl haldır bu insanda. Nə qədər ümidi varsan o qədər. Nə qədər arxayınsan rəhmətə o qədər. Kim deyir ki, yox, mən bağışlanacaq, mənim günahlarım silinəcək, yerinə savab yazılacaq, mənim adım yazacaqlar İmam Hüseynin səhabələrin yanına. Nə gümanda olursan ol, artır gümanıvı. Allah deyir, bu məclisdən gümanıva uyğun ayrılacaqsan. Hansı gümandasan, elə ayrılacaqsan. Hansı gümandasan? Bu gecə özdə Babul Həvaiz gecəsidir. Əbəlfəz ağanın gecəsidir. Babul Həvaiz bilirsiniz nədir? Hacətlər qapısı. Hacətlər qapısı, yəni heç kimi əli boş qaytarmır. Heç kimi. Bir ərəb getmişdi, hərəmində dua elirdi, Əbəlfəz ağaya təvəssül edir, balam xəstədir, həkimlər deyir, düzəlməyəcək. Mən səndən istəyirəm, Allahdan istə, şəfa versin. Sonra çönürdü uşağına deyirdi, oğlum sağaldın, bu qədər ümid var idi. Deyirdi, yox, hələ ağrıyır. Təzdən danışırdı, əyilirdi. Oğlum ağrı keçdi, bax belə ümidi var oldu, deyir, balası orada şəfa tapdı. Ümidi qədər, ümidi qədər. Heç kim bu qapıdan əli boş qayıtmayıb. Heç kim Əbəlfəz qapısından əli boş qayıtmayıb, mümkün deyil. Əbəlfəz ağaya müraciət edirəm. Deyirəm ki, sən hər şeyi verdin, xəcalətli canıva biz fəda olaq. Sən xəcalətli getdin dünyadan. Xəcalətli. Allah gördü Əbəlfəz xəcalətlidir. Niyə xəcalətlidir? Allah gördü Əbəlfəz xəcalətlidir. Çünki dedi, mən Hüseynin uşaqlarına su aparanmədim, əli boşam. Mən Hüseynin uşaqlarının hacətin yerinə yetirənmədim. Allah dedi, buna əvəz verəcəm, darıxma. Qiyamət günü kimin hacəti olsa qapıva gəlsə, sənin istəyindən hacəti rəva olacaq. Allah da belə muzdu verdi. Sən ki, xəcalətli qaldın Rüqəyyənin yanında, Səkinənin yanında, uşaqların yanında, susuz uşaqlara su aparanmədin, hacətlərin yerinə yetirmədin. Allah deyir ki, bütün hacəti olanları sənin qapıva göndərəcəm. Bu xəcaləti cübran eləyəcəm, kompensasiya eləyəcəm. Bu xəcaləti. Bu gecə hacətlərimizi alaq ki, sabah İmam Hüseynin üçün də hacət istəməyək. Elə ancaq İmam Hüseynə həsr eləyək sabah hər şeyi. Da ürəyimizdə hacət qalmasın sabaha, Aşura gününə. Sabah əzadar olaq İmam Hüseynə. Ya kaşifəl kərb ən vəchil Hüseyn. Ey Hüseynin üzündən qəmi dağıdan Əbəlfəzə deyirik. İkşif kərbi bi haqqı əxikəl Hüseyn. Mənim qəmmimi dağıt, qardaşın Hüseynə xatir. Bu gecə ümid gecəsidir, Aşura gecəsi. O qədər ümidlənir adam, o qədər ümidlənir adam. Hərdən fikirləşsən ki, bəlkə sabah heç İmam Hüseyni öldürmədilər. Amma sabah İmam Hüseynin yenə Aşurası olur, yenə də üzr istəyirsən ki, ağa, səni qoruyanmadım bu ildə. Səni şəhadətə çatdırdılar. Bu gecə səhabələrin yığıb çadıra, deyir ki, hamınız durun, gedin, bunların davası mənləndir. Gedin, onlar məni öldürəcəklər, sizlə işləri yoxdur. Bunu səhabələrə demək olar, hamısı başını aşağı salıb, ay Allah, bizi birdən çıxardar, uzaqlaşdırar. Dedi, beyyətimi üzərinizdən götürürəm, sizdən razıyam, gedin. Cənnət, cəhənnəm söhbətdə yoxdur, gedin. Cənnətli İslamvız, mən sizdən razıyam. Deyir, Əbəlfəz ağa birinci dilləndi. Çünki bilirsiniz niyə? Dedi ki, Əbəlfəz sənə də aiddir. Vəziyyət çox çətinləşdi. Sənə də aiddir, vəziyyət çox çətinləşdi. Əbəlfəz ağa durdu, dedi, qardaş, bu nə sözdür, səni qoyub hara gedək? Bu çöldə səni qoyub hara gedək biz? Bir-bir səhabələr, hamısı and içdilər, vəfa and içdilər, Zuheyr durdu, o biri səhabələr, xoş hallarına. Bu gecə adımızı yazdıraq onların cərgəsinə, qapı açıqdır hamımız üçün. Bu gecə də onu bu gecə yazarlar yəqin ki.
Qəribədir İmam Hüseyin, bəzilərinə deyir gedin, bəzilərinin dalıyca özü gedir. Ubeydullah ibn Hürr Cöfrinin qapısını döydü, getdi. Dedi ki, istəyirsən səni təmizləyim, gəl qoşul mənə. Dedi, mən at verə bilərəm, qılınc verə bilərəm. Dedi, mən qılıncı atını indirəm, sənin üçün gəlmişdim, mənim sənə ehtiyacım yoxdur. Deyir, yox dedi İmam Hüseyinə. Sonra dəli oldu, çöllərə düşdü, ağlayırdı. Deyirlər, nöşə ağlayırsan, niyə ağlayırsan? Deyirdi ki, onun gözlərində olan sevgini görmədiniz. Hüseynin gözündən eşq saçırdı. Bir də məni yandıran budur ki, onun qucağında kiçik qızları, balaca qızları oturmuşdu o mənlə danışanda. Əlləri ilə oynayırdılar, saçı ilə oynayırdılar. İndi məni dərd götürüb, o qızlar Hüseynsiz necə yaşayırlar? Bu gecə o qızlar nə haldadılar, mən bilmirəm. Sahabələr hamısı vəfa andı istedi ki, onda gedin xanımlarınıza deyin ki, onlar çıxıb getsin, qadınlar qalmasın. Əli ibn Məzahir gəldi xeyməsinə, xanımı dedi ki, Hüseyin nə dedi Əbu Abdullah, mən eşitmədim. Dedi, xanım, dedi ki, xanımlar getsin Bəni Əsəd qəbiləsinin yanına, qalmasınlar. Dedi ki, İbn Məzahir, and olsun Allaha insafsızlıq edirsən, sən istəyirsən Hüseynin yanında şəhid olasan, Zeynəb tək qalsın, mən Zeynəbi qoyum gedim, and olsun Allaha getməyəcəm. Qayıtdı, gəldi, dedi, ağa dedim həyat yoldaşıma. Dedi, nə dedi İmam Hüseyin soruşdu, nə dedi? Dedi ki, dedi, mən heç vaxt Hüseyini Zeynəbi qoyub getmərəm. Deyir, İmam Hüseyin ağladı. Dedi, Allah sizə ən xeyirli mükafat versin. Ondan sonra dedi, nə gözəl səhabəsiz siz. İnni la a'lamu əshabən xeyrən və əvfa min əshabi. Öz səhabəmdən daha üstün səhabə tanımıram. Ya Əbu Abdullah, bizi də bu gecə qəbul el onların cərgəsinə. Onlardan üstün tanımıram dedin. Nafe deyir, gördüm ağa nəsə iş görür. Gəldim, dedim ağa neyinirsiniz bu gecənin qaranlığında, bu gecənin söhbətidir. Dedi ki, heç nə Nafe, yeri tikanlardan təmizləyirəm, sabah uşaqlar burada qaçacaq, ayaqlarına batmasın. Deyir, kömək elədim, əlimdən tutdu, dedi Nafe, o təpədən gedə bilərsən. Dedim, ağa qurban olun, mənə bu sözü deməyin. O təpələrin arasından gedə bilərsən. Deyir, yola saldım xeyməyə daxil olanda, qulaq şahidi oldum, Zeynəb dedi ki, Hüseyin, qardaşım, bu səhabələrə arxayınsan. İmam Hüseyin dedi ki, bacı, narahat olma, onları sınamışam. Sən olsun nə deyərsən? Deyərsən, Hüseyin deyir ki, mən səhabələrimi sınamışam, amma Nafe elə demədi. Gəldi Həbib ibn Məzahirə, dedi ki, evimiz yıxılıb bədbəxt olmuşuq. Dedi, niyə? Dedi, Zeynəb bizdən arxayın deyil. Deyir, bütün səhabələri yığdı, Həbib gəldilər. Ya Əbu Abdullah, icazə verirsən bacınla danışaq. Sonuncu dəfə idi icazə alırlar Zeynəblə danışmaq üçün. Dedi, bəli. Dedilər, and olsun Allaha, qılıncımız qınına girməyəcək düşmənlərimizin qanına boyanana qədər. Deyir, Zeynəbin üzünə təbəssüm gəldi. Yəqin, axırıncı sevinci idi Həzrəti Zeynəbin. Və əsas gəlirəm nöqtəyə. Bu gecə idi, gördülər ki, Şimrin səsi gəlir. Ya Əbəlfəz, ya Əbəlfəz. Əbəlfəz xəcalətdən ölür. Niyə bu namərdin dilinə mənim adım gəldi? Getdi, oturdu xeymədə, xəcalət çəkir. Allah Hüseyin eşitməsin. İmam Hüseyin dedi ki, get qardaş, get, sənə bəlkə sözü var. İmamın əmri ilə getdi. Şimir dedi, Əbəlfəz, sənə amannamə gətirmişəm. İstəyirsənsə azadsan, gedə bilərsən. Bunu Əbəlfəzə deyəndə nə hala qalar? Dedi, təbbət yəda ki, ya Şimr, əllərin qurusun Şimir. La'nəkəllah və la'nə ma ci'tə bihi min əmanikə haza. Sənə də lənət olsun, bu amannaməni yazana da lənət olsun. Ətəmuruna ən nətrükə əxanəl Hüseyin ibn Fatimə və nədxulu fi ta'ətəl lu'ana və əbna'əl lu'ana. Nə təklif edirsən? Deyirsən, Fatimənin oğlunu, Hüseyini qoyaq, lənət olunmuşlara qoşulaq. Dedi, ey piri mücəvvir, itiribsən özüvi. Mərifət yoxdur, tutub pərdeyi qəflət gözüvi. Deyilən müştəri bu sözlərə, qurtar sözüvi. Üməvilər ola bilməz hədəfi aliyədə. Sənə də lənət, amannamə yazan valiyədə. Gəldi, ağlaya-ağlaya xeyməyə daxil oldu. Birdən gördü, Əli Əkbərin ağlamaq səsi gəlir. Əmi, atam səni çağırır. Gəldi, deyir, Hüseynin xeyməsinə. Üzbəüz dayandılar, ayla günəş üzzə dayandılar.
Əvvəlfəz başını aşağı salıb, İmam Hüseynin dilindən bunu şeirlə yazıblar. Heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəb də narahat deyil. Gedmək istəyirsənsə gedə bilərsən. Deyir, utandığından heç nə demədi. Başını aşağı saldı, çıxdı İmam Hüseynin xeyməsindən. Sərbəsər murəclərimdə Murtəzanın qanı var, eşqüz ilə qətrə-qətrə qanımın cəryanı var, dərdiməndəm dərgahuzda dərdimin dərmanı var. Hüseyin, mən hansı qapıya gedim sizdən sonra? Sizi qoyum hara gedim? Şair yazır qızların arasından keçdi, uşaqlar baxır. Deyir, keçdi, yavaş-yavaş getdi, başından döyüş papağını açdı, qoydu yerə. Belindən qılıncı açdı, çarıqlarını çıxartdı. Ayaq yalın, baş açıq qızların arasından keçir, çöndü İmam Hüseynə baxdı, Hüseyin, elə bilmə ayrı qapıya gedirəm. Gedirəm Kufəyə, atam Əlinin qapısına. Gedirəm, şikayət eləyəm ki, ağam qovladı məni. Bu məqamda gördülər ki, 3 yaşlı qız çıxdı, xanımların, qızların içindən. Qoyun, əmimlə özüm danışım. Hamı çəkilsin, əmimlə özüm danışım. Əmi, getməyin olsa da fikr et mənə, ondan sonra get. Bağla qollarımı, ver düşmənə, ondan sonra get. Bizi bu çöldə qoyub hara gedirsən? Deyir, gəldi, o uşağı bastı bağrına, qızım, sizi qoyub hara gedirəm, belə danışma, qeyrət məni öldürür. Mən Hüseyndən ayrılmaram. Mən Hüseyin yolunda tikə-tikə olmasam sakitləşmərəm. Əla lənətullah, ələl qavmiz zalimin.